Bax da, bax. Qiymətlərə bax. Çiyələk endirimə düşübdü. Bir balaca indi şey olubdu. Adı nədir? Əzmişlərmi deyim var, bir balaca. Yəni xarab olan fason kimi olur. Nə belə də 1 evro ala qiymətinə bax. 3.79-dur 1 evroya. Bax gəl. 1 kilodur mu, neçə kilodur? İçində var lan. Seç götür. Bax şəftəliyə bax. Baba 3.99. Gəl götür bunu apar ye. Buna bax. Yumuşaq. Yumuşaq elə də deyil amma yaxşıdır da, yəni təzəsi verilir. Buna bax gəl. Bundan da bir paket götürək. Bananın qiyməti 2.49, gəl 2 evroya endirmə. Bu da bio banan. O da düşübdür. Götür kızım, götür hamısından götür gedək. Doldu. Qaba bax, qarpıza bax, qarpıza 1 evro. Bir dənəsi 1 evro. Yığ apar, nə var? Bir dənəsi 99 qəpik. Gəl. 2 manat eləyir də hardasa. Götür yığ apar bax. Neçə kilo olar? 4-5-6 kilolar da. Endirimlərə bax, Buna bax. Bir var yox endirimlərə bax. Ala. Buna bax. Nədir bu? Taxta kəsəndir nədir? Ala bax. Sonra o drelin ağzına zadına taxılan. Nədir? Gəl ağızlıqları. 15 euro. Heç neçə. İçində 50 dənə, 50 set. Özdə marka, Bosch markasının. Ala. Gəl. Neçədir? Baxın da baxın. Bakıda bir maraqlarını görün neçədir. 50 dənə var içində yəni bax belə. Nə var belə? Deşən, divar deşən, bağlayan, açan, sökən. Daha nə deyim, nə göstərim. Mangal üçün olanlar, kababıdır, kömürü zadı, sirtkası zadı, mangalı neçədir, bax belə bir şey. Mangal, bax ala. 40 euro. Görürsən, endirmə düşüb, belə bir şey. Neçədir? 18 euro. Sonra, bundan bir dənə alam, mangal eləyəcəm, lazımdır. Bax bu nədir? Başlığıdır, nə idi? Pinsosun. 40 euro. Sonra belə bir tost maşinkası 20 euro, çaynik 20, belə bir şey var, bilmirəm bu nədir. 30 euro, yumurta qaynadan maşın, qoyursan elə 2 dəqiqə hazırdır, 10 euro. Belə bir şey qarışdıran subsat, 18 euro. Bunlar da 3 euro, 4 euro, 2 euro, ala. Yığ apar. Hamısı endirimdə var, orada da endirimdə var, Allah. Görürsən, belə bir çaynik 15 euro. Gör nə qəşəng çaynikdir, buna 15 euro. 20 eurodan sağlıqlar aşağıdır. Bax. Belə bir şeylər var uşaqlar üçün. 10 euro, 15 euro. Bir saata qazanırsan, baba uşaqların istədiyi şeyləri almaq olur. Alın. Baba gör nələr var, nələr. Uşaqlar üçün, nə bilim, da ayaqqabılara da baxım. Yəni Amerika kimi yerdir, ondan sonra Avropa kimi yerlərdə belə ayaqqabılar moddur. Yəni baxırsan ki, yəni deyirsən bu nə ayaqqabıdır, amma markadır da yəni 70 eurodan al. Neçə salırlar? 40 euroya. Al. Endirimdə 7 euro, 8 euro. 8 euro belə yüngül krasovka qadın üçün. Ayaqqabı içlikləri zadı 10 euro var, al. 20 manat. Bir saat get işlə, saat yarım saat get al.